Nənəm danışırdı, babamın rəhmətə getməsi belə həmin dövrə təsadüf edir. Deyir, onun qəbir tapırdıq, bastırmağa yer tapırdıq. Yeri gəlmişkən, baxın, bugün Qərbi Azərbaycanın elə bir mahalı yoxdur ki, oradakı qəbirlər salamat qalsın. Biz böyük bir kitab çap eləmişik və o kitabda o xəritələr hamısı çəkilib, göndərilib bizə kosmos vasitəsilə alıblar onların hamısını. Bir qəbir salamat deyil. Bütün qəbirstanlığı dağıdıblar, darmadağın eləyiblər. Peyçdən bizim dağıdılmış bütün qəbirstanlıqların yerlərini indi baxıblar ki, təxminən yerli adamlar bilirlər, hardaydı qəbirstanlıq. Təxmini koordinasiyalarını deyiblər. O ərazilərdə baxıblar ki, haralarda Qərbi Azərbaycanlıların qəbirstanlıqları olub, əksəriyyəti darmadağın edilmiş. Və hamısı da peyk görüntüləri ilə ispat olunur. Bu ayrıca bir qəbirstanlıqlar. Qəbirstanlıqlar bir ayrıca bir